Son günlər dünya bazarında qızıl və gümüşün qiymətlərində azalma müşahidə olunur. New Yorkun COMEX əmtəə birjasında qızılın 1 troy unsiyasının qiyməti 31,5 dollar düşərək 4464,6 dollar təşkil edib. Gümüş isə 2,5 dollar azalaraq 78,99 dollara bərabər olub. Qızılın qiymətinin azalmasının əsas səbəblərindən biri dolların güclənməsidir. Qızıl dollarla qiymətləndiyi görə dolların möhkəmlənməsi qızılı xarici investorlar üçün bahalaşdırır və tələbi azaldır. Bundan əlavə Amerika Birləşmiş Ştatlarında faiz dərəcələrinin artması qızılın cazibəsini zəiflədir, çünki qızıl gəlir gətirməyən aktivdir. Qlobal iqtisadi qeyri-müəyyənlik və inflyasiya göstəriciləri də qızıl bazarına təsir edən digər amillərdir. Gümüşün qiyməti də azalıb, çünki o həm investisiya metalı, həm də sənaye metalıdır. Gümüşün sənaye tələbi iqtisadi aktivlikdən asılıdır. İqtisadi yavaşlama onun qiymətinə təzyiq göstərir. Qızıl ilə qiymət əlaqəsi də gümüşün ucuzlaşmasında rol oynayır, çünki qızıl ucuzlaşdıqda gümüş də çox vaxt izləyir. Ümumilikdə bu ucuzlaşma bazarlardakı qısa müddətli investor davranışları, faiz siyasəti və qlobal makroiqtisadi göstəricilərdən qaynaqlanır. Qızıl hələ də investisiya üçün təhlükəsiz liman olaraq qalır, lakin dolların güclənməsi və faiz artımları onun qiymətini aşağı yönləndirir. Gümüş isə həm qızıl, həm də sənaye tələbindən asılı olduğundan daha sürətli qiymət dəyişkənliyi göstərir.